Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimi ala a'daihim ecma'in. Vəhabilərin səhih bildikləri Muslim kitabından bir rivayət oxuyuram. Baxın görün, Öməri necə şişirdiblər, quluv eləyiblər. Fəzilətini o qədər uzaldıblar ki, hətta Peyğəmbəri belə sallallahu aleyhi və alihi alçaldıblar. Bizim haqqımızda deyirlər ki, kitablarımızda rivayətlər var ki, imamlar hər şeyi bilirlər, qeybi bilirlər və sair məsələlər ki, adi insanlarda adətən yoxdur. İmamlara nisbət verildikdə bunlar narahat olurlar ki, bu quluvdur, belə din ola bilməz, bu yalandır və sair. Sizin alimləriniz, sizin kitablarınız elə küfür şeylər danışırlar ki, elə küfür iddialar edirlər ki, bu heç vaxt İslamdan ola bilməz. Yəni imamlar hər yerdə görür, səni eşidir, səni izləyir. İnsanları bu qədər şişirtmək, onlar haqqında bu qədər quluv etmək. Amma bizim bütün bu rivayətlərimizə baxsanız belə hətta heç birində imamları İslam peyğəmbərindən sallallahu aleyhi və aleyhi üstün hesab etməmişik. Heç bir rivayətimizdə belə bir şey yoxdur. Heç bir alimimiz belə bir şey etiraf etməyib. Bəlkə əksinə rivayətlərimiz var, alimlərimizin bu rivayətlər əsasında gəldikləri qərar var ki, imamların aleyhissalam fəzilətləri, üstünlükləri, Əhl-i-Beytin üstünlüyü Peyğəmbərin Əhl-i-Beyti olduğuna görədir. Yəni Peyğəmbərin Əhl-i-Beytidir, Allah Azza və Cəllə bu Əhl-i-Beyti, Peyğəmbər və Əhl-i-Beytini şərəfləndirib və fəzilətli edib. Amma baxın görün Sahih Muslim adlandırdıqları kitabda necə Peyğəmbər Ömərin yanında alçaldılır və Ömər Peyğəmbərdən Allah yanında daha üstün imiş. Sahih Muslimdə 2400 rəqəmli rivayətdir. Burada deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o zamanki Abdullah ibn Ubey ibn Səlul vəfat elədi. Oğlu gəldi dedi ki, oğlu Abdullah gəldi dedi ki, ya Rasulallah, bəs köynəyimi ver, kəfən eləyim öz atam üçün. Peyğəmbər də köynəyini verdi. Sonra istədi ki, Peyğəmbər onun üçün namaz qılsın. Deyir, fəqamə Rasulullah sallallahu aleyhi və səlləm sallallahu aleyhi və alihi və səlləm li yusalliyə aleyhi. Peyğəmbər qalxdı ki, o münafiqə namaz qılsın, meyit namazı. Fəqamə Umaru fəəxəzə bi thawbi Rasulillahi sallallahu aleyhi və alihi fəqalə. Ömər qalxdı Peyğəmbərin köynəyini çəkdi və dedi, ya Rasulallah, ətusalli aleyhi və qad nəhəkəllahu ən tusalliyə aleyhi. Allah səni nəhy edib ki, ona namaz qılasan, belə olan halda sonra namaz qılırsan. Peyğəmbər də deyir ki, Allah mənə ixtiyar sahibi qərar verib. Buna rəğmən yenə Ömər ürəyi dözmür, deyir ki, innəhu münafiqun. O adam münafiqdir və sən ona namaz qılırsan. Deməli, həm Peyğəmbərə şəriət öyrədir ki, Allah səni nəhy etməyib ki, ona namaz qılmayasan. Peyğəmbər deyəndən sonra ki, Allah mənə ixtiyar sahibi qərar verib. Deyir, innəhu münafiqun. O münafiqdir. Sanki Peyğəmbər bilmir şəriəti, Ömər Peyğəmbərdən gözəl bilir. Fəsallə aleyhi Rasulullah sallallahu aleyhi və aleyhi. Peyğəmbər ona namaz qıldı. Və ənzəlallahu azza və cəllə və la tusalli alə əhədin minhum mətə əbədən və la təqum alə qabrihi. Peyğəmbər namaz qılandan sonra Allah azza və cəllə bu ayəni indirdi ki, onlardan heç kəsə namaz qılma. Ölsələr əbədi olaraq onlardan heç kəsə namaz qılma və qəbri üzərində dayanma. Tövbə surəsi 84-cü ayə. Qalə fətərəkə salətə aleyhim. Peyğəmbər namazı tərk etdi. Onlar namaz qılmağı tərk etdi. Deməli, Quran nə deyir? Quran deyir ki, Peyğəmbər özündən heç nə demir, nəfsindən heç nə demir. Dedikləri hamısı vəhiydir. Deməli, Peyğəmbər Allahdan alır vəhiydir. Allah da Ömərdən alırmış, nəuzubillah. Allah da Ömərin sözünə görə ayə indirib ki, Ömər əslində düz deyir, ya Rasulallah, bir dolara namaz qılma. Düzdür, sən ixtiyar sahibi qərar vermişdim, amma bundan sonra olmaz. Daha Ömər dedisə, vəssalam. Elə küfür şeylər danışırlar ki, elə küfür iddialar edirlər ki, bu heç vaxt İslamdan ola bilməz. Adam təəccüblənir, öz-özünə deyir ki, subhanallah, məgər bu din ola bilər? Yəni, insanı bu qədər şişirtmək, onlar haqqında bu qədər quluv etmək, nə deməkdir bu? Ömər müşərri'dir, yəni. Bunlara görə Ömər nə deyir? Şəriət təşri edir burada. Qanun çıxarıb ki, bəs o münafiqdir, ona namaz qılma və beləliklə Allah Azza və Cəllə ayə indirib ki, bəli, ya Peyğəmbər bir dolara namaz qılma. Yəni, bu əqidənin sahibləri, bu hədisin, rivayətin sahibləri utanmırlar, özlərindəki quluvu görmürlər. Gəlirlər, Öməri Peyğəmbərdən üstün hesab ediblər bu rivayətə əsasən, bu rivayətdən belə görünür. Gəlirlər bizə nöqsan tuturlar ki, sizdə quluv var. Belə, Allah uzaq eləsin, quluv etməkdən. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin. Bu imam, müəllif,
Buna etiqad edir, bu rivayətlər, bu söhbətləri eləyir.